Ya keçməzdən əvvəl kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. Azərbaycanda tanınmış simaların övladları ilə bağlı məlumatlar ictimaiyyətə həmişə maraqlı gəlib, onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar? Azərbaycanın xalq artisti, keçmiş deputat, məşhur müğənni Zeynəb Xanlarovanın oğlu Enerji Məsələlərini Tənzimləmə Agentliyində yüksək vəzifə tutur. Modern Azın məlumatına görə xalq artistinin oğlu Ramin Babayev Enerji Məsələlərini Tənzimləmə Agentliyində idarə heyətinin sədr müavini vəzifəsində çalışır. Qeyd edək ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Prezidentinin 22 dekabr 2017-ci il tarixli fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb. Agentlik 2018-ci ilin aprel ayından fəaliyyətə başlayıb. Enerji Məsələlərini Tənzimləmə Agentliyi elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələr, eləcə də istehlakçılar üzərində tənzimləməni, o cümlədən dövlət nəzarətini həyata keçirir. Agentlik hazırda Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şirvan, Şəki, Tovuz, Xaçmaz, Kürdəmir və İmişlidə yerləşən 11 filialı ilə fəaliyyət göstərir. Ramin Babayev Enerji Məsələlərini Tənzimləmə Agentliyində idarə heyəti sədrinin 2 müavinindən biridir. Babayev 1996-cı ildə Azərbaycan Universitetinin Beynəlxalq Əlaqələr fakültəsini bitirib və təhsilini davam etdirərək Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən məzun olub. Əmək fəaliyyətinə Bakı şəhəri Səbail rayonu prokurorunun köməkçisi olaraq başlayıb, daha sonra isə Bakı şəhər prokurorluğunda çalışıb.